Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi. İbtidai sinif müəllimləri üçün Elm və Təhsil Nazirliyinin MİQ və ya sertifikasiya çərçivə sənədi çıxıb, belə deyək, qəbul proqramı, imtahan proqramı. Hər iki proqram eynidir. Orada mövzuların adı sıralanıb və təbii ki, o mövzuların özlərinin də daxilində bir neçə alt başlıq var deyə mövzu sayı kifayət qədər çoxdur. Biz hamısını təbii ki, öyrənirik hazırlıq prosesində. Amma ümumiyyətlə müəyyən mövzular var ki, o mövzularla bağlı hər imtahanda 100% sual düşür. Bunu biz hansı statistikaya əsasən deyə bilərik? Son 6 ildə keçirilən MİQ imtahanı, eləcə də son illərdə keçirilmiş bütün sertifikasiya imtahanlarında eyni mövzudan dəfələrlə suallar təkrarlanır və bu bizə əsas verir ki, növbəti imtahanlardan da eyni suallar 100% düşəcək. Bu mövzulardan biri kater məsələsidir. İstənilən imtahanda həm MİQ, həm sertifikasiyada kater məsələsi çıxıb. Kater məsələsi ilə bağlı belə bir sualın izahına baxırıq. Motorlu qayıqla səyahətə çıxan turist 3 saat çayın axını ilə 4 saat axına qarşı hərəkət etməklə 124 km yol getdi. Onun axın ilə getdiyi yol axına qarşı getdiyi yoldan 4 km az olarsa katerin durğun sudakı sürətini tapın. Bu axın ilə axına qarşı bunu qoyuruq kənara. Əvvəlcə bu son hissədə 124 km yol gedib. Və burada da sadə bir tənlik quracağıq. Axın ilə getdiyi yol axına qarşı getdiyi yoldan 4 km azdır. İndi biz tapmalıyıq ki, axın ilə nə qədər yol gedib, axına qarşı nə qədər yol gedib. Axın ilə gedib x, axına qarşı gedib x üstəgələk 4 və ümumi də 124. Bu kifayət qədər tam hissə modelində həll olunan bir hissədir. Hələ ki, x üstəgəl 4 bərabərdir 124 km. Buradan 2x bərabərdir 120 km, x bərabərdir 60. Deməli, biz axın ilə və axına qarşı getdiyimiz yolu müəyyənləşdirdik. Sadə tənlik qurmaqla. Axın ilə getdiyimiz yol 60 km-dir, axına qarşı getdiyimiz yol 64 km-dir. İndi qaydırıq məsələnin başlanğıcına. Motorlu qayıqda səyahətə çıxan turist 3 saat axın ilə gedib. Axın ilə xatırlatma eləyək, çayın istiqamətini göstəririk. Bu çayın üzərində hərəkət edən kater, teplaxod, fərqi yoxdur, motorlu qayıq. Bu eyni, oxlar eyni istiqamətdədir. Bu demək axın ilədir. Axın ilə hər zaman nə olur? Yazıram bura axın ilə. Axın ilə sürətlər hər zaman toplanır. Kater üstəgələk çay. Əgər ox bunun üzərindəki kater əksinə getsə, o zaman axına qarşı olacaq və sürətlər çıxılacaq. Axına qarşı. Bu zaman kater çıxılsın, çay olacaq. Bu bizim kater məsələlərində bilməli olduğumuz ən vacib hissələrdir. İndi 3 saat axın ilə gedib. Bu sürətimizdir. 3-ü vuracaqsan axın ilə olan sürətə kater üstəgələk çay bərabərdir. Axın ilə getdiyi yol nə qədər idi? 60 km. Əla. 4 saat axına qarşı gedib. 4 vurulsun, axına qarşı sürət kater çıxılsın çaydır. Bərabər eləyəcək 64. İndi bu sadə sistem tənlikdən buradan tapsaq kater üstəgələk çay, təkrar buradan yazıram. Kater üstəgələk çay bərabər 63-ə bölsə 20 alınar. Kater çıxılsın çay bərabər 64-ü 4-ə böləndə eləyər 16. Bunu da buradan yazdıq. İndi dəyərli müəllimlər, gəldik ən vacib hissəyə. Eyni ədədin cəmi və fərqi verilir. Bunu sadə sistem tənliyi ilə tərəf-tərəfə toplamaqla həll edə bilərik. Amma belə bir şey var. Eyni ədədin cəmi və fərqi verilirsə, topla böl 2-yə böyüyü tap, çıx böl 2-yə kiçiyi tap. Burada təbii ki, böyük katerdir, çünki katerdən çıxmışıq. Ona görə toplayıb 2-yə böləndə katerin sürətini tapacağıq. Yəni 20 üstəgələk 16 bölünsün 2. Bu da 36 eləyir. 36-nı 2-yə böləndə 18 bərabərdir 18 km bölünsün saat. Doğru cavab C variantı. Kater məsələsindən bağlı biraz mərhələli sual deyə bilərik. Çünki həm bu sonda 124 km-nin axın ilə axına qarşı hissəsini müəyyənləşdirmək, sonra buradan axın ilə və axına qarşı sürətləri tapmaq ümumiyyətlə biraz mərhələli sual sayıla bilir. Növbəti sualımız tənlik. İndi siz mənə elə bir MİQ və sertifikasiya imtahanı göstərin ki, orada tənlik olmasın. Təbii ki, son imtahanların hər birində bununla bağlı sual düşüb. Tənliyin kökünün 4 mislini tapın və bu artıq düşən suallarda nəyə diqqət eləmək lazımdır dəyərli müəllimlər? Cavablarla işləmək prinsipini keçirdirsiniz arxa plana. Artıq növbəti imtahan, yəni bu imtahanlarda, son imtahanlarda bu işləmir. Çünki tənliyin kökünün 4 mislini tapın, tənliyin kökünün rəqəmləri cəmini tapın, tənliyin kökü haqqında hansı fikir doğrudur və təbii ki, sual bu formadadırsa, siz məcbursunuz bunu həll eləməyi bacarasınız. Burada, bu tənlikdə çaşıb birdən vur 3-ü bu bir tərəfə keçirdərsiniz. Qətiyyən, biz bilirik ki, əməllər sırasında vurma və
bölmə varsa bunlar birinci həll olunur. Amma tənlikdə bu dəyişir, işimiz dəyişir. Burada biz toplama və çıxmadan belə deyək, azad olmalıyıq. Burada bütöv mürəkkəb tənliklər məhsul azalana, məhsul çıxılana, məhsul toplanana, məhsul vuruğa, məhsul bölünənə və məhsul bölənə gəlir. Baxın, azalan, buradan bura qədər çıxılan və bura fərq. Bu formada yanaşırıq. İndi bax, bu uzun, bu hissə təhlükəli zonamız məhsul çıxılandır. 360-dan nə çıxılanda 306 qalır. Məhsul çıxılanı tapmaq üçün azalanın fərqi çıxacaq. Və nəticə olaraq bizdə nə qaldı? 120 bölünsün, x vurulsun 12, üstə gələk 4, üstə gələk 15, vurulsun 3 bərabər 360-dan 306-nı çıxanda qaldı 54. İndi bu hissədən davam edirik. Birinci vuruq, ikinci vuruq hasil. Məhsul vuruğu tapmaq üçün hasili məlum vuruğa bölmək lazımdır. Və ya biz bilirik ki, tənlikdə soldan sağa, eləcə də sağdan sola hansı əməl keçirsə işarəsini əksinə dəyişir. Vurma bölmə ilə, bölmə vurma ilə, toplama çıxma ilə, çıxmada toplama ilə əvəz olunur. Yəni vur 3 bu bir tərəfə keçəcək, böl 3 ilə əvəz olunur. Belə də deyə bilərik ki, nəyi 3-ə vuranda 54 edir. Bu mötərizə də burada mənasını artıq itirəcək. Ona görə ki, mötərizənin mənası öz daxilindəkiləri yığcam saxlayıb 3-ə vurmaqdır da, Lora dildə desək. İndi yazırıq 120 bölünsün, x vurulsun 12, üstə gələk 4, üstə gələk 15, bərabərdir 54-ü 3-ə böldük 18. Baxın, gördüyümüz kimi burada da bölmə var, toplama var. Çaşıb birdən 120-ni 18-ə bölməyə cəhd eləyərsiniz və s. qətiyyən. Yenə də toplama və çıxmadan başlayacaq. Üstə gəl 15 bu bir tərəfə keçir, çıx 15 ilə əvəz olunur. Qalır burada 120 bölünsün, x vur 12, üstə gəl 4 bərabər 18-dən 15-ə çıxanda qalır 3. Davam edirik. Bölünən, bölən, qismət 120-ni nəyə böləndə 3 edib? Bu mötərizə də artıq burada mənasını itirir. X vurulsun 12, x vur 12-ni 12x yaza bilərik. Üstə gələk 4 bərabər 120-də 3-ə böləndə 40. İndi buradan 12x bərabər 4 bu bir tərəfə keçir. 36 alınır. Artıq burası sadədir. X də bərabər 3. Yəni sadədir daha çox işlədiyiniz tiplərdir. X 3 tapdıq. Bizdən tənliyin kökünün 4 mislini soruşur. 3 vurulsun 4 bərabər 12-yə. Doğru cavab elədi. Hansı cavab B variantı. Növbəti. Bərabərsizlik. Son imtahanda və paylaşmışam. YouTube kanalımızda da paylaşmışam. Son 6 ilin qəbulda istifadə olunan bərabərsizlik sualı. Bu xətti formada da olur. Kəsir bərabərsizlikdə olur. Elə qəbul sualıdır bu suallarda. Bərabərsizliyinin neçə natural həlli var? Dəyərli müəllimlər, bərabərsizlik bu formada verilibsə, məxrəclər müxtəlifdirsə, birinci bizim işimiz məxrəci bərabərləşdirməkdir. Bu da artıq kəsirlərlə bağlı olan hissələri bilməyinizdən keçir. Yox, məxrəclər eynidirsə, bizim işimiz deməli rahatdır. Və bu məxrəcləri biz görməzdən gələcəyik. Nə edəcəyik? O zaman surətdə A çıxılsın 3 böyükdür 5-dən, kiçikdir 9-dan yazıb bərabərsizliyimizi həll edəcəyik. Sadəcə məxrəci elə bir görməzdən gəldik. Bu da 2 qat bərabərsizlikdir. Bu çıx 3 bu bir tərəfə də, bu bir tərəfə də keçəcək. Ortada çıxma olanda sağa sola toplama ilə keçir. Özünü buradan silirik. Toplama olanda sağa sola çıxmasından keçir. Özünü buradan silirik. Başqa cür desək, hər tərəfə üstə gəl 3 əlavə edirik. Buradan A kiçikdir. 9-un üzərinə 3 gəldik 12. 5-in üzərinə 3 gəldik 8. Deməli 8-dən böyük 12-dən kiçik. Hansı natural ədədlərdir? 9-dur, 10-dur, 11-dir. 3 dənə natural həlli var. Burada diqqət edəcəyiniz başqa məqam. Bəzi suallar ola bilər ki, burada məsələn kiçikdir, bərabərdir ola bilər, böyükdür, bərabərdir. Daxil olanda 12-nin özünü də biz götürmüş olacağıq. Dördüncü sualımız həndəsə ilə bağlıdır. Yəni indi siz mənə yenə deyirəm, elə bir imtahan göstərin ki, orada həndəsə sualı olmasın. Və dördbucaqlarla bağlıdır. Mülahizələr olduqca vacib sualdır. Aşağıdakılardan neçəsi doğrudur? Romb bütün tərəfləri və bütün bucaqları bərabər olan 4 bucaqlıdır. Birinci hissəsi doğrudur. Rombun bütün tərəfləri bərabərdir. Amma rombun bütün bucaqları bərabər ola da bilər, olmaya da bilər. Bərabər olanda artıq bu kvadrat olur. Ona görə bu doğru sayılır. Və burada bütün tərəfləri bərabərlə yanaşı bucaqlar da bərabər olanda bu kvadrat olur. Biz də rombdan danışırıq. Romb kvadrat deyil, kvadrat rombdur. Ona görə bu səhvdir. Bu bucaqlar söhbətinə görə. Kvadrat rombdur, doğrudur.
Yəni kvadratla bağlı danışanda kvadratın bütün tərəfləri bərabərdir, bütün bucaqları bərabərdir. Ona görə kvadrat romb deyə bilirik, bu doğrudur. Düzbucaqlı paralleloqramdır. Ümumiyyətlə yadda saxlayın müəllimlər, paralleloqramın növləri var. Paralleloqramın növləri düzbucaqlıdır, kvadratdır, rombdur. Bunların hər birindən bağlı biz deyə bilərik ki, düzbucaqlı paralleloqramdır, kvadrat paralleloqramdır, romb paralleloqramdır, amma təklifin tərsi doğru deyil. Yəni paralleloqram düzbucaqlıdır deyə bilmərik. Rombun 2 simmetriya oxu var. Baxın, gəlin rombu çəkək. Rombun 2 dənə simmetriya oxu var. Gördüyümüz kimi. Bu doğrudur. Paralleloqram 4 bucaqlıdır. Bəli, tamamilə doğrudur. Məsələn, paralleloqram və paralleloqramın növləri kvadrat, sonra düzbucaqlı, sonra romb. Bunun hər birinin 4 bucaqlı olduğunu görürük. Amma təklifin tərsi doğru deyil. 4 bucaqlı paralleloqramdır. Hər 4 bucaqlı paralleloqram deyil. Məsələn, bu 4 bucaqlı trapesiyadır, amma paralleloqram deyil. Deməli, bu da səhvdir. Bizdən neçəsi doğru oldu? 1, 2, 3, 4. Doğru cavab D variantı. Növbəti sualımız kəsir məsələsidir. Dəfələrlə düşüb, hətta kəsir məsələsinə bağlı çətin bir sual da düşüb. Məsələn, MİQ 2023 imtahanında. Burada bunu çox müəllim bəlkə də yaza bilməyəcək. Amma vacib bunun çox rahat qaydası var. A, B, C ilə yazmağa cəhd eləsəz, işiniz çox çətinə düşər. 3 ədəd verilib. Baxın. Birinci ədəd, ikinci ədəd, üçüncü ədəd. Görün necə rahat həll edəcək. Birinci ədəd qalan 2 ədədin cəminin 4də 1 hissəsini təşkil edir. Deməli, qalan 2 ədəd 4 hissədir. Birinci ədəd 1 hissədir. Onda biz tapmalıyıq ki, bax burada o mülahizələri buradan yazacaq. Biz tapmalıyıq ki, birinci ədəd ümumi cəmin hansı hissəsini təşkil edir? Birinci ədəd qalan 2 ədədin cəminin 4də 1 hissəsi. Bir hissə buradadır, digər 2 ədəd 4 hissədirsə ümumi cəm 5 hissə eləyir. Əgər mən sualı versəm ki, birinci ədəd ümumi cəmin, o zaman cavab belə olacaq. Birinci ədəd bütün cəmin 5də 1 hissəsi. 5də 1 hissəsidir. Bunu qeyd elədik. İndi gəlirik 3-cü ədədlə bağlı məsələyə. 2-ci ədədlə bağlı hələ söz getmir. 3-cü ədəd qalan ədədlərin cəminin 2də 1 hissəsi. İndi bunları silək. Bax, bu alt hissəni silək. İndi 3-cü ədəd üçün bunu aydınlaşdırmağa çalışaq. 3-cü ədəd qalan ədədlərin cəminin 2də 1 hissəsini. Onda qalan ədədlər 1 ilə 2-ci ədəddir. 2də 1 hissəsi deyirsə, bura 2 hissə yazıram. 3-cü ədədə 1 hissə yazıram. 1 hissə. İndi dəyərli müəllimlər, nəyə baxacağıq? 3-cü ədəd digər 2 ədədin 2də 1 hissəsidir. İndi mən sual verirəm ki, 3-cü ədəd ümumi cəmin neçə hissəsidir? 3-cü ədəd bütün cəmin 2 hissə burada, 1 hissə burada, 3 hissə eləyir. Olacaq 3də 1 hissəsidir. Əla. Deməli, biz bütöv cəmindən danışırıq. Çünki sonda deməli deyir ikinci ədəd. Hər bir hissə bütöv cəmdə bir hissə sayılır. Ümumiyyətlə, hər bir şey başlanğıcdır. Onda mən birinci ədədin 5də 1 hissəsindən ümumini, üçüncü ədəd bütün cəmin 3də 1 hissəsi toplayıram. Bərabər eləyirəm. 15də 3, üstə gəl 15 3-ə böləndə 5 bərabər 15də 8 hissə. Ümumi də 1 hissədir. Bir hissəmizdə 15-ə görə 15də 15 yazacağıq. Dəyərli müəllimlər. Onda birinci və üçüncü ədəd bütöv cəmin 15də 8 hissəsini təşkil edirsə, yerdə qalan 15də 15-dən çıxacam 15də 8-i bərabərdir 15də 7 hissə. Deməli, onda belə çıxır ki, ikinci ədəd bütün cəmin 15də 7 hissəsini təşkil edir. Doğru cavab D variantı. Baxın, təkrar baxın, ola biləcək ən uyğun izah budur. Növbəti izahlarda görüşərik dəyərli müəllimlər. Kanala abunə olub paylaşmağı unutmayın. Hələlik.